Müəllimlərdən danışacağıq. Daha dəqiq desək, bölgələrdə, ucqar dağ kəndlərində bu missiyanı öz üzərinə götürən şərəfli peşə sahiblərindən. Təbii ki, şəhər məktəbləri ilə yanaşı, onların da diqqət mərkəzində olmağa ehtiyacı var. Sözsüz ki, onlar şagirdlərin, valideynlərin sevimlisi olan müəllimlərdir. Onların içərisində təcrübəsi ilə digərlərinə örnək olanlar, ən ali mükafatlara layiq görünənlər var. Çağdaş Təhsil jurnalı da məhz belə müəllimlərin ölkədə tanıdılması missiyasını həyata keçirir. Jurnal bugünədək onlar haqqında yüzlərlə məqalə dərc edib. Həmin məqalələr ən ucqar kənd məktəblərinə aparılır, müəllimləri motivasiya edir. Onların haqqında çox gözəl mövzulu məqalələr hazırlayırıq. Düz bizdə çoxdur. Onların adlarını saysaq, bizdə həddindən artıq çox müəllimlərin adlarını işlandırmışıq. Goranboy rayonundan da müəllimləri var, o cümlədən Bərdədən də müəllimlər var, Gəncədən də var, Şəmkirin də müəllimlərindən var. Adları jurnala düşməyin də müsbət cəhəti odur ki, əlbəttə ki, biz onlar haqqında gözəl mövzulu məqalə hazırlayırıq, gözəl mövzulu yazılar hazırlayırıq. Eyni zamanda repetitor kimi fəaliyyət göstərən müəllimlər də diqqətdən kənarda qalmır. Layihə çərçivəsində şagirdlər arasında nüfuzu olan, bu sahədə ad qazanan repetitor müəllimlər də tanıdılır. Repetitor müəllimlərin 99%-i heç biri adı üçün, heç biri vəzifə üçün şagirdlərə dərs keçmirlər. Onların 99%-i hər biri mənə çox ürəklə, qürurla, gözləri dola-dola deyirlər ki, şagirdlərin yaxşı nəticə göstərməsi bizim ən böyük qürur mənbəyimizdir. Əsas qanunla fəaliyyət göstərən, dövlətin vergisini verən, dövlətdə vergidən, qeydiyyatdan keçən şagirdlərin hər birinə qəbz verən biz müəllimlərdən daha çox müsahibələr götürürük. Jurnal eyni zamanda bölgələrdə oxuyan istedadlı şagirdlər, idmançılar, qiraət qabiliyyətli uşaqların tanınılması üçün şərait yaradır. Qarşıda duran məqsəd isə dünyanın dörd bir tərəfində yaşayan ziyalılarımız barədə də məqalənin hazırlanmasıdır. Şəfəq Abbas, Pərviz İlqaroğlu, Space xəbər.